Salam, biz Mikaforce komandasıyıq. Mən İbrahim Nailin. Mən Murad Reynat. Bu İSTİM Azərbaycan Festivalının Robosoccer kateqoriyasında iştirak edirik. Bizim məqsədimiz öyrənmək, inkişaf etmək Və festivalda ən yaxşı nəticəni göstərməkdir. Gəl indi isə kodun məntiqi haqqında danışaq. Deməli, idarəetmə sistemi vasitəsilə əmrlər Arduino'ya çatır və motorlar həmin istiqamətdə hərəkət edir. Kodda motorlar üçün pinlər təyin edilir, sürət və əmrlər üçün dəyişənlər yaradılır. Setup hissəsində bu üç bağlantısı açılır. Loop hissəsində isə hərflər sayılır. İrəli, geri, sağa, sola və dayan əmrləri verilir. Robot müxtəlif hissələrdən ibarətdir. Bu hissələr robotun gövdəsi, 4 ədəd təkər, 4 ədəd DC motor, L238M motor sürücü, Arduino Uno kart, LC05 Bluetooth modulu və bateriya yuvası. Üstlükdə bateriya yuvası davamlı olaraq Arduino Uno kartına enerji ötürür. L238M motor sürücüsü və LC05 Bluetooth modulu Arduino kartına birbaşa qoşulur. Bluetooth modulu ilə robotu idarəetmə sisteminə qoşuruq. Arduino Uno kartı idarəetmə sistemindən gələn hər bir komandanı uyğun olaraq motor sürücüyə ötürür. Motor sürücü isə motorlara enerji ötürür, robotun irəli, geri, sağa, sola hərəkət etməsini təmin edir. Hərəkət sistemi 4 təkərli baza üzərindən qurulub və bu da ona yaxşı manevr qabiliyyəti verir. Layihəmizin məqsədi futbol oynaya bilən robotlar hazırlamaqdır. Robotlarımız Arduino Bluetooth modulu ilə idarə olunur. Azərbaycan festivalında görüşənədək.